Bəli. Sizi mən heç eşitmədim. Biraz ucadan Bismillah. Peyğəmbərimizin. İxtilaf var. Peyğəmbər özü buyurub ki, mənim adımdan yalan danışanlar çoxalıb. Çoxalıbsa deməli Peyğəmbər deyəni demirlər. Müasir hökmlərdir. İmamətin də dövrü 250 il davam edir, bildiyimiz kimi. Hal-hazırda da imam zamanı. İndi də mövzular var. Müəyyən mövzuların haqqında indi kimdən də soruşmaq lazımdır. Yeni məhkəmədə soruşur. İndi kimdən, kimi haqq bilən, kimi batil, adicə bir ayın görünməsində müxtəlif baxışlar var. Onda kimi tapaq, elm-məhəl, əsl həqiqəti, necə tapaq, necə ixtilaf? Tamam, otur hacım. Allah razı olsun. Bir dəqiqə, səbir. Budur səs salam. Ya Allah. Salavat göndərək Peyğəmbərə. Deməli, Hacı əmi çox gözəl sual verdi. Allah onun qardaşlarına rəhmət eləsin. Mömin qardaşı var idi. Allah Taala yerin cənnət qərar versin. Boynunda olan qul haqqını Allah Taala hövlü qüvvəsi ilə azad eləsin. Yerin cənnət qərar versin. Sevdiyi Peyğəmbər və Əhl-i Beytlə bir yerdə məhşur eləsin qiyamət günü inşallah. Deməli, belə bir məsələ Hacı qeyd edir ki, ixtilaf hər zaman olub. Yəni, belə deyək, Adəm yaranandan, əleyhissalam, ta bugünkü günə qədər və hətta qiyamət günü belə ixtilaf nədir olacaq? Mələkələr bəndəyə deyəcək ki, bu işi sən görmüsən, o deyəcək, mən eləməmişim. Mən şər atırsınız. Mən belə adam deyildim. Əli danışacaq, Əlinə itiraz eləyəcək ki, axı mən səni yudum, təmizlədim, qışda əlcəkdə saxladım, yayda kölgədə saxladım, krem vurdum, belə elədim, indi sən mənim üzümə durursan. Yəni, əlim də yalan danışır. Yəni, öz əli, öz əyağı insana şahid eləyəcək ki, bu filan günahçın, bax, mənlə getdi filan, məni günahçın istifadə elədi. İtiraz eləyəcək ki, əlim, əyağım siz mən, limə şəhidtum əleyyə, Quran ayəsidir. Mənim əleyhimə niyə şahid deyirsiniz axı siz? Siz mənim bir tikən, bir parçamsınız, mənim əleyhimə. Yəni, insan özü ilə də qiyamət günü ki, hər şey, yəni elə zərrə söhbəti gedən bir məqamda da insan özü ilə və ətrafını, hamını, Quran ayəsi deyir ki, iftədət. Yəni, fəda verməyə, hamını qurban verməyə hazırdır ki, özü xilas olsun. Yəni, ixtilaf cənnətə daxil olana qədər nədir? Bitəsi deyil. Yəni, Allah Taala Adəm əleyhissalamı xəlifə olaraq yaratdı, ixtilaf başladı. Mələkələr Allah deyəni dedi, cin və onun tayfası Allah deyəni demədi. Rəy, səcdiyə razıyıq, bir qism dedi, yox, mən səcdiyə razı deyiləm. Mən bu şərtlə razıyam, ancaq sənə ona yox. Bax, rəy nə oldu? İxtilaf. Və hətta hesab, kitab belə cəhənnəmə gedəcək, cənnətə gedəcək, orada da nədir? Öz qüvvəsində qalır. Yəni, ixtilafı İmam Zaman ağa zuhur eləyəndən sonra da belə bu fikri ləğv eləmək mümkün olmayacaq. Yəni, insanların mənəmi, mən düzəm, sən səhvsən, mən hamının fövqündəyəm, hamı məndən aşağıdır, mən tələsirəm, mənim işim tələsidir, hamı gözləyə bilər, mən gözləyə bilmərəm, mən əhəmiyyətliyəm, məndən başqası əhəmiyyətsizdir, mən öndə olmalıyam, mən yuxarıda oturmalıyam. Bu şeyləri təbiətdir. Bu təbiəti kəsib atmaq olmur. Bu tərbiyə olunmalıdır. Kim öhdəsindən gəldi, xoş halına. Amma öhdəsindən gələ bilmədi, əksəriyyət də gələ bilmir. İstər namaz qılan olsun, istər namaz qılan olmasın. Hətta, məsələn, həccə gedib ona həcci deməyəndə narahatı, məsələn, birinə, indi bilmirəm bu adam həccə gedib, yazdım Kərbəlaya, Allah qəbul eləsin, Allah yazıb ki, filancı ildə mən həcdə olmuşam. Yəni, demir, mən niyə həcci demədim. Yazdı ki, mən filancı ildə həcdə olmuşam. İndi
Yəni o onu yazmamalıydı. Ki bilmir, daha yaxşı, yükün biraz daha az. Bildi, özün problemə saldı, mənim də ona qarşı fikrimi neynədi? Dəyişdi. Xeyr görmədi adam. Mən ona bir cür baxırdım, Kərbəlayı gözü ilə, o onu yazmaqla öz mövqeyini titrətdi. Yəni ixtilafa son qoymaq mümkün deyil. Bu birinci müqəddimə. Yəni uzun ömürlüdür, davam da eləyəcək. Qismən yüngülləşdirmək mümkündür. O da necədir? Alimlər bir-biri ilə mübahisə eləməlidir. Ay teleskopla görmək və yaxud gözlə görmək. O riyazi hesablama o heç bir babı yoxdur. Riyazi hesablamanın dinə dəxli yoxdur. Riyazi hesablama ilə 2060-cı ilin bayramı bəllidir nə vaxtdır. O riyaziyyətdir, işimiz yoxdur, din deyil. Dinlə müşahidə var. Çünki ayə deyir, mən şəhidə. Şəhidə, şahid, müşahidə. O müşahidə ya gözlə, ya da silahlanmış gözlə. Açı, durbin, teleskop, böyüt, balacalaşdır. İndi sənsən müşahidə eləyən, o teleskop müşahidə eləmir, sən eləyirsən. İndi elmi inkişaf qəbuldur ya yox. İki alim və yaxud iki dəstə deyək, bir dəstə belədir, bir dəstə belədir. Çünki üçüncü rəy yoxdur da ki, yox, riyazi hesablama da qəbuldur, bunu deyən yoxdur. Ya göz, ya teleskop. Bu iki dəstə oturub bir-biri ilə ya özləri, ya da onların elmini bilən şagirdir. Ki, məsələn, ağa yaşlıdır, özü gedib oturub, məsələn, saatlarla, çünki saatları istəyəcək axı bu. Xəstədir, şəkəri var, osu var, busu var, amma onun imtiyazlı bir şagirdi var. Ki, onun bütün fətvalarını nədir? Bilir və fətvanın dəlilini də bilir. Və yaxud heç bilmir. Oturur, ağasından soruşur ki, ağa, sən deyirsən ki, teleskop olmaz. Ləbbeyk. Bizim dəlilimiz nədir? De görüm. Hədis, filan üsul qaydası, filan belə, filan belə. Mən də onun şagirdi olaraq yazıram və mövzunun üstündə işləyirəm. Çünki mən bu əqidədiyəm də özümü haqq bilirəm ki, teleskop batildir. Ağamdan da öyrəndim, hər şey dedi, mən də yazdım, özüm də aradan sıradan biri deyirəm, aliməm, kitabım var, mədrəsəm var, o var, bu var. Özüm də biraz bunları gücləndirdim, ağanın diqqət eləmədiyi mövzuları, mən hazır. Teleskop haqdır, olar. Onun da ya ağasının özü, ya da imtiyazlı bir şagirdi. Bütün dəlil sübutunu götürür, gəlirlər, otururlar İmam Hüseynin hərəmində. Həzrət Əlinin hərəmində. Hamını yığışdırırlar. Çıxın bayra ziyarətçilər. İki alim oturur. Bu, yəni ikisindən biri, özləri də bilir ki, ikisindən biri haqdır. Digəri nahaqdır. İki haqq yoxdur. Çünki imam nə dedi? Dində ixtilaf yoxdur. İkidirsə deməli ixtilaf var. İxtilaf varsa imam da deyir, yoxdur, deməli biri nədir? Dindən deyil. Ya teleskop dindən deyil, ya göz dindən deyil. Ya teleskop olarsa dəlillərlə, deməli dinləndir. Tamam? Bu iki alim və yaxud iki fətva sahibi oturur, neynir? Bir-birinə orada dəlil sübutu təqdim edir və alimlər də baxır. Alimlər də baxır. Kimin dəlili daha etibarlıdır, daha güclüdür, nədir? Ona söykənib hamı, çünki daha etibarlını o təqdim elədi də, məsələn, bu üç dəlil gətirdi, etibarlı, busa bir yarımçıq. Biz hansını götürəcəyik? Daha güclünü, daha aşkarı, daha belə deyək, etibarını götürürük. Və məsələn, belə deyək də bir misal vurum. Bax, məsələn, götürək, tovuz quşu əti halaldır ya haramdır? Düzdür, indi tovuz quşunu heç ala bilməzsən, birinin pulu var, alır, yemək istəyir.
tovuz quşu ferması düzəldir özünə, toyuq əvəzinə tovuz quşu yeyir. Yumurtayır da bu heyvan. Saxlayır, həyətində var, məndən soruşur ki, qardaş, yemək olar ya olmaz. Quranda tovuz quşu haqqında bir şey yoxdur. Quranda hər şey var. Amma zahiri, batini, o Allahın höccəti lazımdır ki, onları çıxartsın ortaya. Mən baxanda deyəcəm ki, Peyğəmbər deyib, ümmətimin ixtilafı rəhmətdir, mənə sərf edir axı, mən özümə don giyindirim ki, mənim o əks getməyim nədir? Rəhmətdir. Peyğəmbər mənə, belə dedə, bir rəhmət sığalı çəkir. Yoxdur, Quranda yoxdur, qoyduq kənara. Gəlirik hədislərə. Hədislər tovuz quşu ətinin haram olmasını vurğulayır. Bəli, vurğulayır, açıq-aşkar ki, tovuz quşu əti nədir? Haramdır. Yemək olmaz. Əhl-i Beytdən gələn hədislərdə. Amma digər məzhəblərdə ayını da belə yeyə bilərsən. Problemdir. Yırtıcı, gəmirici, hətta gəmiricini belə, sıçovlu filan problemdir. Caizdir, halaldır o digər məzhəblərdə. Amma Əhl-i Beytin fikrində gəmiricidir, yırtıcıdır, haramdır və həmçinin də tovuz quşu. İndi hədis var, hədis deyir haramdır. Məsələn, Şeyx Tusi tovuz quşunu haram bilir, yemək haramdır. Amma Seyyid Sistani caiz bilir. Aralarında misal, real misal, yəni fərəziyyətdir. Şeyx Tusi belədir, Seyyid Sistani belədir. İxtilaf. İkisindən biri nədir? Yəni, həqiqəti təmsil eləmir. İndi haqq kimdəndir? Burada məsələ biraz da qəlizdir. Necə? Qədim alimlərin hədisə yanaşması indiki alimlərin hədisə yanaşmasından fərq edir. Qədim alimlərdə, məsələn, üsul əl-ərbə'miyyə deyilən bir şey olub. 400 kitabça deyək. 400 ədəd kitabça olub, Əhl-i Beytin hədislərindən ibarət olan, yəni Əhl-i Beytdən eşidilən kəlamı, məsələn, mənim bir kitabçam var, Hacının bir kitabçası var, bu Hacının bir kitabçası, hamımız imamın oturmuşuq yanında, imam imla eləyib hədisi, biz də neynəmişik? Yazmışıq. O, üsul-ül ərbə'miyyədə olan hədisin sənədi müzakirə olunmur. Əgər o varsa, yəni əgər o imamın əshabı ki oturub imam dilindən çıxdığını yazıb və o yazı həqiqətən o yazıdırsa, o hələ belə deyək də Şiənin Səhih Buxarisidir. Sənədə zada ehtiyac yoxdur. İmam və yazan və salam. Da orada yoxdur, eşitdim filan kəsdən, filan kəsdən, filan. Yox, imam imla elədi, mən də yazdım. Dilindən çıxan sözü nədir? Yazdım. Bu üsul-ül ərbə'miyyə orada hədisin olması kifayət eləyir. Sənədə zada ehtiyac yoxdur. İndi Şeyx Tusi belə deyəndə, Şeyx Tusinin zamanəsində üsul ərbə'miyyədən olubsa və ona baxıb bu fətvanı veribsə, haqq Şeyx Tusi iləndir. Amma 1000 ildən sonra Seyyid Sistani yetişir, fəqih kimi, mərcəiyyət kimi, ələm müştehid kimi fətva verir ki, caizdir. Niyə caizdir? Çünki Seyyid Sistaniyə yetişən kitablarda sənədli kitablardır. Filan kəs filan kəsdən, filan kəs filan kəsdən, filan kəs filan kəsdən. Sistaniyə çatınca 50 nəfər adam var ortada. 50-60 alim. Ki, Sistani desin ki, Peyğəmbər belə dedi, imam belə dedi. İndi Peyğəmbərə birləşən sənədi var da Seyyid Sistaninin. O, öz başından hədis nəql eləmir, ona icazə verilib. Ona ustadı, məsələn, Seyyid Xoyi icazə verib ki, 4 kitab, Vəsail-i Şiyə, digər kitabları mənim sənədimlə nəql eləməyə sən Sistaniyə icazə verirəm. Seyyid Xoyiyə də ustadı, məsələn, Şeyx filan kəs icazə verib və imamda dayanınca bir 60 nəfər adam eləyir. Seyyid Sistani baxır sənədə, ona birləşən sənədə. Görür ki, bu tovuz quşunu haram bilən
hədislərin sənədi nədir? Zəifdir. Zəif olduğuna görə, çünki zəif hədislə halal haram hökmü çıxarda bilməzsən. Neynirsən? Qaydırsan ümum qaydaya. Hər şey sənə halaldır, ta o vaxta qədər ki, biləsən nədir? Haramdır. Hər şey sənin üçün pakdır, ta o vaxta qədər biləsən ki, o nədir? Natəmizdir. Aydın? Məsələn, belə deyək də, sən bilmirsən ki, bu paltar pakdır ya natəmizdir. Bilmirsən. Geyindin, namaz qıldın. Tamam. Üstündən bir ildən sonra bir nəfər gəlir, sənə deyir ki, qardaş, o paltar, onun üstünə məsələn qan dağılıb, şərab dağılıb, filan dağılıb. Deyirsən, axı, mən görmədim, belə iyi gəlmədi, filan olmadı, mən bilmirdim. Bu videonu göstərir ki, kişi filan yerdə bu dağıldı üstünə, yuyulmayıb, subut elədi 100% ki, bu nədir? Deməli, o vaxta qədər ki, mən bunu pak bilmişəm, mənim üçün bu nədir? Pakdır. O vaxta qədər ki, mən bunun pak olmadığını bildim, orada hökm nə olur? Dəyişir. Məsələn, bir nəfər Ramazan ayında yadından çıxır, götürür bir kasa bozbaşı, yiyir. Yiyir. Düşün fırçalayır, uzanıb yatanda birdən yadına düşür ki, Ramazan aydı, mən oruc olmalıyam, bu kasa bozbaş, mənim orucum nə oldu? Artıq batıl oldu. Xeyr, batıl olmayıb. Çün sən yaddan çıxıb bilmirsən. Yaddan çıxmaq, yəni bilməmək. Bilənə qədər, bilə-bilə eləsəydin nə olacaqdı? Kəffarə, günah falan. Bilmədin, nədir? Bir şey danışım. Deməli, bir cavan alim ucqar bir kəndə Allaha xatir Ramazan ayında ziyarətə gedim, onları öyrədim, Allaha xatirdə. Kənd deyil, kim getmir ora. Çıxır minbərə, məscid, kənd cəmaatı yığışır, moizə eləyir, halal, haram, Allah belədir, Peyğəmbər belədir, imam belədir, ədəb, əxlaq. Orucluq bayramı çatanda bir qoca kişi ilə qoca arvad yaxınlaşır buna. Deyirlər ki, ay bala, sən Allahın bir nemətisən, gəlmirsən bizim kəndə. Allah sənin ömrü bərəkətli, Allah belə, Allah elə. Bu da qalır belə ki, ay ata, ay ana, niyə axı məni bu qədər tərifləyirsiniz və bəyənirsiniz? Deyir, səndən qabaq gələnlər bizi salmışdı, zülmə, əziyyət çəkirdi. Deyir, axı mən neynədim ki, sizə belə xoş gəldi? Deyir, biz arvadla halımız xarab olanda az qoz atıb yeyirik. Qoz, amma az. Az miqdarda qozu götürürük, halımız xarab olanda yaşlı adamdılar da ki, biraz taqətimiz olsun. Sən gələndən Ramazan ayının əvvəlindən ta bugünkü günə qədər halımız biraz dəyişəndə qozu atıb yeyirik. Deyir, yox, olmaz, kim dedi? Haramdır, oruc batıl olur, bilərəkdən bu şeyi eləmək olmaz. Deyir, yox, vallah sən dedin. Deyir, harada dedim? Deyir, mənbərdə filan günü dedin ki, birinci günü ki, az qoz orucu batıl etmir. Deyir, mən elə demədim, mən dedim ki, az toz. Tozu bunlar, qoz eşitdir. Hər gün qozu yiyirmişlər ki, alim icazə verib, az qoz yemək olar. İndi belə şeylər olur. Xülasə, alimlər oturub bəhs eləməlidir ki, mühüm məsələlərdə. İndi bərzəx var ya, yox. Var, yoxdur. Sən o bərzəxlə nə cənnətə gedəsən, nə cəhənnəmə gedəcəksən. Hələ sən dünyovu yerbəyir elə, halal haramı əməl elə, qalsın öləndən sonra bərzəx var ya, yox. Onların bəhsinə ehtiyac yoxdur. İctimai və zəruri məsələlər. Onları alim və yaxud onun nümayəndəsi bəhs eləyib, həmən o ixtilafın şöləsini biraz neyniyə bilər? Azalda bilər. Nələr var idi ki, bu dediyiniz alimlər yapışdıran bu sivil qaydada var, olub, niyə olmayıb? Məsələn, İmam Hüseyin əleyhissalamın hərəmində deməli, Əhl-i Beyt davamçıları iki mədrəsəyə bölünür. Yəni, siyasət nəticəsində olur, cahillik nəticəsində olur, nə nəticəsində olur? Əhl-i Beyt davamçıları bölünür iki. Bir qism əxbari, bir qism üsuli. Bunlar bir-birini, belə deyək də, itələyir,
çıxardır kənara ki, mənəm. Bu deyir, yox, mənəm. Bu deyir, mənəm. Bu iki cərəyanın alimi oturub İmam Hüseyin əleyhissalamın hərəmində deməli, sübh namazına qədər, şam namazından zehnimdə belə qalıb. Şam namazından sübh namazına qədər bəhs edirlər. Olub belə şey. Necə? Əxbarı alim, üsulü alim fərqlər var. Məsələn, əxbarı alimlərdə belə deyək də, üsulun müəyyən qaydaları qəbuldur. Yəni, hədisdən, Qurandan götürülməyən bütün şeylər nədir? Batildir. Amma üsul alimləri ağlın və müəyyən üsul qaydaları var. Məsələn, məfahim bölməsi var. Məfahimin nə hədisi var, nə Quran ayəsi var. Oradan da fətva çıxardıb, məsələn, verilir məfahimə söykənərək. İndi kim haqdır, kim batildir, onun özünün uzun-uzadı müzakirəsi var. Amma bu şeyi çözmək üçün iki alim İmam Hüseynin hərəmində şam namazından sübh namazına qədər oturublar, haqq kimdir, onu müzakirə eləyiblər. Nəticə də var və mümkündür nəticə də olmasın. Çünki alimdir, cahildir, zəifliyi hiss eləyirsənsə, denən bu hissə zəifdir, bunu arxa plana salaq. Allah hamınızdan razı olsun.